Mənim heç bir günahım yoxdur. Sevda bilirəm, başa düşürəm. Sakitləş. Niçin axı Kamran hər dəfə məni görəndə ağzından çıxanı deyir mənə? Mən axı buna layiq deyiləm, Ayaz. Layiq deyiləm. Bilirəm, Sevda, başa düşürəm. Yaxşı, sakit ol, biraz səbirlə, yaxşı. Biraz səbirlə ol. Ayaz. Candan ayrı canım bilib en kıymetli varım bilib damarımda kanım bilib sevdim seni, sevdim seni. Hiç var ayrılmaya, bu sevgimizi koruyan. Ne olar halımı bir bilsen, nece düzüm, nece sensiz. Ne olar gözyaşımı bir silsen, nece düzüm, nece sensiz. Sen bayağı arası gitmeliydin, ha? Həm klinikaya dəyməliyəm, həm də aptekdən bir-iki dərman götürməliyəm. Elsin, sən evdəsən də. Mən gedim, nəsə lazım olsa zəng elərəm. Tez gələcəm. Hə, mən evdəyim, sən get. Bir Allah, Kazım da özünü yaxşı hiss edir, get. Yaxşı, elərik. Sevda, biraz səbirli ol, yaxşı. Yaxşı. Alo? Alo, Züleyxa. Hardasan, neynirsən? İşdən çıxıram, evə gedirəm. Nə olub ki? Ay qız Kəmalə, nə olub? Narahat oldum, uşağıma bir şey olmayıb ki. Ay qız, bilmirəm, heç nə bilmirəm. Nə olub axı yenə? Ay Allah, ürəyimi partlatma da Kəmalə, de görüm nə olub? Zəng eləmisən, bir xəbər ver görüm nə olub da? Hamı salamatdır, narahat olma. Amma sən bir bizə keç də. Bir oturaq, söhbət eləyək, dərdləşək, məşvərət eləyək, görək başımıza nə gəlir. Sən canın Kəmalə, nə olub axı? Ay Allah, bunların davaları bitmir ki. Züleyxa, elə mən də ona görə zəng eləmişəm ki, sən bir bizə keçəsən. Mən də bezmişəm artıq, valla. İnan ki, artıq söz tapmıram danışmağa. Bunların axırı yoxdur, nə qədər Rövşən evdə yoxdur. Sən də gəl, bax, biz oturaq bir söhbət eləyək, görək neyniyək. Ay sənə qurban olum, sənin bu qızın sakitləşmir də, sakitləşmir. Rövşəni bilirsən neyniyir, hər gün özündən çıxardır, hər gün bir hoqqa çıxardır. Yaxşı, yaxşı, gəlirəm.
Yaxşı daha keç otur görüm. Bax Züleyxa, o günləri Rövşən götürüb aparıb onu gəzməyə. Gediblər, yeyiblər, içiblər. Hələ gələndə yazıq uşağım buna hədiyyə də alıb gətirib. Gəldi evə, nə oyun çıxartdı, yenə Rövşən əsəbləşdi. Day sənin bu əyrimcə qızından ötürün hər şey eləyir yazıq uşağım. Yox Kəmalə, siz ona bir şey eləməzsiniz. Rəna elə şey eləməz. Bilirəm də, qızımı tanıyıram. Deyirəm ki, sən də lap anlamazsan, başa düşmürsən. Ağzında deyirəm ki, Rövşən apardı, gəzdirdi, yedizdirdi, içizdirdi, gəldi evə, başladı oyun çıxartmağa. Bir gün zəhər içir, bir gün nə bilim nə oyun çıxardır. Axı nə istəyir bu qız, mən bilmirəm. Ay Allah. Mən bircə öldüyüm günü bilmirəm, bircə öldüyüm günü bilmirəm. Nermin, necəsən indi, ha? Belə deyil canım. Biraz babadan. Bəlkə... Dur gedək biraz yuxarıda dincəl. Belə olmaz. Dur. Gel. Gel. Biraz uzan diyeceğim. Dedim də, neçə dəfə dedim Rövşənə. Dedim Rövşən, etmə, eləmə. Anan sağ qurban olsun ay bala. Gəl, bu daşı ətəyindən tök. Axırıncı dəfə də kəsdim qabağını. Dedim ki, gəl bu toyu təxirə salaq. Dedi, yox iki dünya bir olsa da bu toy olasıdır. Mən Rəna ilə evlənəcəm. Kəmalə. Hə, nə Kəmalə, nə Kəmalə? Düz demirəm yoxsa? Bilirsən, Züleyxa, bunlar boşansalar yaxşıdır. Nə? Boşansınlar. Nə danışırsan? Mənim qızım sənin üçün nədir? Hə? Cəmaat nə deyər? 3-5 gündən sonra evlənib boşanan qıza cəmaat nə ad verər, hə? Utanmırsan? Sən ağ eləmsən, lap Kəmalə. Ay qız, onda dur get qızımı başa sal. Cana doymuşam, bezmişəm mən.
Sevda. Elçin, nə istəyirsən sən məndən? Çox sağ ol. Çox sağ ol, təşəkkür edirəm. Sən mənim balamı həyata qaytardın. Minnətdaram mən sənə. Niyə gəlmisən? Səndən danışmaq istəyirəm qızım. Məndən? Məndən nə danışacaqsan ki? Məncə bizim danışmağa sözümüz yoxdur. Qızım, mənlə belə danışma, nə olar? Axı, mən sənin ananam. Qurban olum sənə, Rəna. Ürəyim dözmür. Mən də ürəyim dözmürdü. Bilirsən? Amma səsimi kəsib oturmağa məcburam. Nə olar qızım, belə eləmə. Gül kimi evin, eşiyin, ailən. Niyə belə eləyirsən qızım? Nə? Ailə? Ana, sən nə danışdığını bilirsən? Belə ailə olur. Güclə əlimi qolumu bağlayıb atmışsınız bura. Elə bir sürgündəyəm, öləcəyim günü gözləyirəm. Rəna, elə Kəmalə düz deyir. Sən lap ağını çıxartmışsan qızım. Belə olmaz axı, özünə gəl. Rövşən nə qədər istəyir ki, sənin üçün yaxşı olsun. Ona biraz da olsun şans vermirsən. Bilirsən, o kişilər öz xanımların gündə kafeyə, restorana, gəzməyə, yemib içməyə aparırlar. Çoxsa elə alır əşya kimi atır evin bir küncünə. Heç adam yerinə qoymurlar. Vallahi Rəna. Elə öldürmüsünüz ki məni. Elə mən də əşya kimiyəm. Heç nə hiss eləmirəm. Heç nə duymuram. Quruca nəfəs alıram. Başa düşürsən? Rəna, bəsdir də, bəsdir. Sən şadlığa şiddi eləyirsən. Belə olmaz axı qızım. Mən nə qədər əziyyət çəkmiş qadınam. Səni zülümlə böyütmüşəm. Gecə gündüz işləmişəm. Gecə yarısı evə gələndə bir yandan kasıbçılıq, pulsuzluq dərdini çəkmişəm. Bir yandan da cəmaatın dul qadın tənəsinə dözmüşəm. Ana, bunlar mənə niyə danışırsan? Sənə yazığım gəlsin. Sən bağışlayın. Mən həyatın bütün əziyyətlərini çəkmişəm qızım. İstəmirəm ki, sən də mənim kimi yaşayasın. İstəyirdim sən xoşbəxt olasan, rahat evin eşiyin olsun, ailən olsun. Yanında səni qoruyan bir kişi olsun, sevən bir kişi olsun. Kamran da məni sevirdi. Qoruyurdu. Qızım, onlar ötəri hisslər idi. Hansı qızın həyatında olmayıb ki? İndi ola bilər ki, xoşuna gəlib, bağlanmısan. Amma daha evli qızsan, evli qadınsan. Öz ailənə, evə bağlanmalısan. Sənin ailə dediyin bu dörd divarda mənə hər gün, hər saat, hər saniyə ölürəm. Xəbərim var bundan. Var. Get ana, xahiş edirəm, get. Get oğlum, get. Məni qovursan, Rəna. Məni qovursan. Get. Gel, dur. Gel adını çağırardım.
Yaxşı gəlmişəm. Sevda, atam necədir? Yaxşıdır. Hə, şükür yaxşıdır, narahat olma. Elə indi yanından gəlir. Bayağı elə qorxdum ki. Dedim, babaya nəsə oldu? Hər şey yaxşıdır, əminəm. Belə heyecanlanma. Ayaz da onu nəzarət altında saxlayır. Doğrudan Ayazlarla Elçin hardadılar? Ayaz hələ gəlməyib. Harda olsa gələr indi. Elçin bilmirəm. Bayağı elə yatmışam ki. Elçin haçan gəlib heç xəbərim olmur. Təzə çay dəmləmişəm, süzümsən? İstəmirəm. Heç nə istəmirəm. Necəsən canım? Yaxşı oldun? Yaxşı Pərvanə, şükür yaxşı. Bayaqdan Cənnət xalanın yanındaydım. Yazıq tək qalmışdı, heç kim yox idi. Dedim, heç olmasa mənim yanımda ol. Yaxşı. Mən atanın yanına gedim. Mən də gəlirəm. Allah, iç sakitləş. Səssiz bura gəlirdi. Nə oldu? Başa sala bildiyin qızımı? Yox, başa düşən deyil. Ömründə başa düşməz. Of, mənəmi dözürəm. Başqa qaynana bir gün də belə gəldi saxlamaz. Saxlamaz. Neyniyim? Yad dör ki, qaynanalıq eləyim. Döyə bilmirəm, qova bilmirəm, söyə bilmirəm. Mən nətər eləyim? Oturub o evimin yuxarı başında mənə dıra-dıra dedizdirir. Mən nətər eləyim? Mənəm də dözürəm. Vallahi mən yaxşı adamam. Mən yaxşı adamam. Nədir? Susursan? Hə? Dilin gödəkdir də. Nə danışasan? Söz var danışmağa. Heç nə deyə bilməyəsən. Neyniyim? Rövşəndir də. Kör tutduğum buraxmayan kimi yapışıb sən bu əyrimçə qızından. Nə istəyir bilmirəm. Yoxsa odaya gedərəm, handa bir qız alaram, Rövşənə. Handa bir qız alaram. Nə var Oğuz? Nəyə baxırsan? Yalan deyirəm. Pulu var, imkanı var. Yarı yaraşıqlı oğlandır. Gül kim oğlandır. Kim gəlməz ki ona? Sən qızının başı xarab deyə. Özünü böyük bir şey hesab eləyir. Vallahi bilsən Züleyxa, sənə sözüm oldu ki, əslində baxsan heç mən sənin o qızını Rövşənə yaraşdırmıram. Az, gecə gündüz qapımda yatmırdım. Hə? Nə oldu? İndi qızımı oğluma yaraşdırmırsan. Kəmalə, özünü mənə tanıtdırma, mən səni yaxşı tanıyıram. Yəqin o köhnə söhbətləri əlində bayraq eləyirsən. Uşaq da inciyir də, neynəsin, cavan uşaqdır. Züleyxa, sən hirslənməməkdən ötürün özümü zorla saxlayıram. Zorla saxlayıram ki, sən hirslənməyim. Az, aramızda olan o azmaz hörmət izzəti də eləmə ki, burada çırpaq yerə. Heç olmasa uşaqlarımız evlidir. Mənim qabağımı Rövşən kəsir də. Rövşən kəsir. Yoxsa bu dəqiqə Rənanı götürüb atarım bayrağa. Az, mənim qızım sənin üçün nədir ki, götürüb atasan bayrağı, hə? Əşya zaddır. Utanmırsan. Sənin qızın mənim canım boğazıma yığılır. Başa düşürsən, dözə bilmirəm daha. Hər gün söz vermək, hər gün qan qaraçılıq.
Belə ailə olar. Züleyxa, Boşansınlar bunlar. Bunlar boşansınlar. Boşansalar yaxşıdır. Bunlardan ailə olmaz. Sən nə danışırsan? Elçin, mən 5-10 dəqiqə burada oturacağam. Nəsə ürəyim sıxılır, biraz hava alım. Yaxşı. Mən keçim içəri Nərminədən nigaranım. Görüm özünü necə hiss edir. Hə, yaxşı, sən keç, mən də indi gəlirəm. Hə, Elçin, bir də bunları da qoydu evə. Yaxşı. Salamünaleyküm. Salam. Nərminəgil hardadır? Yuxarıdadılar. Yox, qonaq otağında. Kazım dayının yanındadılar. Kazım dayı necədir? Şükür. Yaxşı demək olar. Ana, sən desən nə danışdığı bilmirsən axı. Vallahi mən səhv demirəm, Rövşən. Belə ailə olmur, Boşanarsınız, sən də evlənərsən, xoşbəxt olarsan. O da ki, nə bilim, bircə onu bilirəm ki, belə ailə olmur. Düzünü bilmək istəyirsinizsə, mənə sizin heç birinizin fikri maraqlı deyil. Mən Rəyananı boşamayacağam. Nə qədər ki mən sağam, Rəyana burada qalacaq. Özünüzü boş yerə yormayın. Salam həkim. Salam. Çox sağ olun. Siz necəsiz? Hə, bəli. Bəli, bütün sənədlər qaydasındadır. Hə, əlbəttə. Hamısını yer verirləmişəm. Bəli, narahat olmayın. Orada bütün qeydlərdə hamısını göstərmişəm. Oldu. Oldu, çox sağ ol. Sağ ol. Təzə çay demləmişdim. Bayaqdan görürəm, ayaq üstəsən, yorğunsan. Dedim, heç olmasa bir stəkan çay içərsən. Çox sağ ol, Pərvanə. Nuş olsun. Necəsiz Kazım hanım? Sağ ol kızım. Şükür, yaxşı. Yaxşı olacaqsınız inşallah. Sevda, necə də tam ləzzəti? Yaxşıdır, narahat olma, yaxşıdır. Teyzə, normaldır, ha? Normaldır. Çox sağ ol Sevda. Birazdan Ayaz gələr. Sistem qoşar, lap yaxşı olar inşallah. Sən elə bilməyə yadımdan çıxıb. İndi kişinin halı pisdir. Başım ona qarışıb. Qoy özünə gəlsin. Nə yox? Sən bu evə gələndən bu evdə söz söhbət, problem əskik deyil. Hamısında günahı səndədir. Cənnət. Bəsdir. Ama bəs də, bu kişi nə haldadır?
Sən yapışmısan bu yazıq Sevdadan, bəs də. Elə kişini bu hala Sevda saldı. Sevda. Dur, rədd ol gözümün qabağından. Eşitmədik. Heç yerə getmə Sevda. Narahat olma Nərminə. Onsuz da mətbəxdə işim var idi. Xoşun gəldi ana elədiklərindən, hə? O yazığı sərdə mənlə əlləşir, dərman verir, təzyiqini ölçür. Onsuz da o qız təzyiq ölçməklə başqa heç bir şey bacarmır. Kimin qarnı ağrıdı, o dəqiqə aparatı taxır qoluna. Yıxdı dağ boyda kişini yerə. Hələ bir müdafiə edir. Hə, nə var, nə istəyirsən? Elnur, ay bala, hardasan? Yoxam evdə. İmkan verirsiniz ki, evdə oturaq. Gəlin qaynana dır dırıldayırsınız. Yoxam evdə. Yaxşı, istənmə. Hə, bir söz idi də soruşdum, yaxşı. Ay bala, gör nə deyirəm, Nə deyirsən? Bu qonşu Vahid kişi rəhmətə gedib. Deyirəm bir yaxşı deyil də bu qonşudan. Bir gəl ortalıqda görün, ayıbdır. Vahid kimdir? Abala, qonşu da özbəüz binadakı. Hə, ayıb deyil, hamı orada olacaq. Mən də gedim evə, tez əynimi dəyişim, keçirəm ora. Deyirəm, sənin işin gücün yoxdur da. Ölüb də, mənə lazımdır. Yaxşı, gəl, gözləyəcəm, orada olacam, ha, bax gələsən. Yaxşı, gələrəm. Vay, çətin adamdır, çətin. Alo. Salam Afət, necəsən? Neynirsən? Heç nə canım, evdəyəm. Darıxırdım elə, birazdan qızlarla görüşməyə gedəcəm. Hə? Afət. Deyir. Məndə də bekarçılıqdır. Darıxıram, sıxılıram. Bilirsən mən hardayam? Bu evimizin yanında kafe var ya, villa. Bax oradayım. Doğrudan, buradasan? Hə, sən nə demək istəyirəm? Afət, sıxılıram mən, darıxıram. Sadəcə demək istəyirəm, gələ bilərsən bura? Söhbət eləyə biliriz, dərdləşək. Hə, olar, gələrəm. 5-10 dəqiqə orada olaram. Yaxşı, gözləyirəm onu, gəl.
Pərvanə, evdə vəziyyət necədir? Necə olsun? Kazım dayı bugün bizi yamanca qorxutdu. Sonra da Nərminə. Çayını iç. Sənin üçün dəmləmişəm. Nəriminə necədir? İndi biraz yaxşı olur. Yaxşıdır. Siz gedəndən sonra yatmışdım. Hələ təzəcə durub. Ayaz. Çox pisəm. Bayaqdan gücünə özümü yığıb saxlamışım. Çox pisəm, çox. Kazım dayını elə çox istəyirəm. Elə bilirəm öz atam. Onu bugün elə görəndə çox pis oldum. Çox qorxdum. Elə bil içimdə nəsə qırıldı. Bayaqdan özümə gələ bilmirəm. Pərvanə, belə eləmə. Özü üzmə. Allah şükür hər şey yaxşıdır, ata da yaxşıdır. Nərinə də yaxşıdır. Özü və ala da yaxşı.